Hər birinizi salamlayıram kanalımıza və videomuza xoş gəlmisiniz. Bugün nə edirik? Bugün də başlıqdan gördüyünüz kimi köhnə Azərbaycan temalarına reaksiya verəcəm. Yəni köhnə Azərbaycan temaları tapmışam laf köhnələrdən. Əvvəllər baxırdıq, məsəl üçün kotlet çörək falan. Toyuq dönəri yoxsa ət dönəri? Kotlet çörək. Həm də nəysə, videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Çox uzatmadan keçdiyi videoya xoş izləmələr. Ən köhnə, yəni bilmirəm lap nə dərəcədə köhnədir, amma yadımda qalıb ki, köhnədir. 2022, 2023 falan belə. İtaliyadan zəng. Qardaş, bir dənə kameranı bağla. O Zaurun köhnə vaxtları. Alo. Da. Bu şeydən, İtaliyadan zəng vurublar. Nokia'ya İtaliyadan zəng gəlib. İtaliyadan. Mənim Amerikadakı pərəstişkarlarım Zaur Baxşəliyevin üz quruluşu dəyişilməyib. Saçı ağarıb biraz. Saçı burada daha yaxşı idi məncə. var. Hər səhər durub baxırlar bizə. Nə? Şey yadımdan çıxdı. 2 Şirvan 8 Məmməd almışam. Nərmanov metrosunun altından. Nokia'nın qiymətini deyirsən. Qural haqqını utanıram ki, hələ 2 Məmməd yendirmişəm, 3 Şirvana verirdilər. Qənət eləm orada işıq zad yanmadı, bayaqdan basmışsınız reki. Deyəsən, ölkəmizdə televiziya aksiyalarında buna reaksiya vermişdim mən. Yadımda deyil prosesin 3-cü hissəsində. Yenə də baxmış olduq. Köhnədir yenə də. O niyə birdən-birə sən söylədin? Birdən-birə niyə söylədin sənə? Birdən-birə söylədirəm sənə, oturmuşduq buradaydı də, ağzının altında. Yox, yəni sözü çəpləşdiyi bir yerdə yeyib içmişdi, sənə pul borcluydu, sənə də pul borcluydu. Elə quşdan söhbət edirdik, düşdük. Danış da bunlara. Dedim də dayı sanki məndə üzümü biləyim. Səsi çox şeydir, qəribədir. Gülməli gəlir adama. Yoxsa qəsdən eləyir. Onu nə sıxılır deyim, bəs dayı da sən də iki kəlmə söz deyirsən, sonra soxub gedirsən. Sağla bəs sürün. Ürəyim sıxılır. Çox əsəbidir ya. Oy da bu. Ondakı bir dənə dayı var idi, deyir nə tərs qızlar karantin necə keçir. Bu video bəlkə də 100 dəfə baxmışam. Salam qadınlarım, salam. Nə tərsiz qızlar? O bu da köhnə temadır ya. Çox köhnədir yəni. Ay ürəyi getdi da bunun. İkisi də ustadır. Bir dənə gidrofonu qoşamadı. Aslında bu metrə ilə qoşdu, metrə ilə ölçün. Hə, metri ilə iş görürlər. Paputu. Paputu ha? Hə, bərəkət doktor. Metri ilə səhv olur. Ondan sonra məşhur oldu da yəni bu Paputu usta. Dillərdə gəzdi. Bütün günü beynimizdə fırlanırdı Paputu sözü. Neçinci ilin temasıdır bu? Bilənlər varsa şərhlərdə yazsın. 2024-ün videosudur. Köhnələrdən belə videolar çox paylaşırdılar. Üstündə sözlər falan yazırdılar. Məhəmməd Dənizin ən köhnə videosu. Baxın, görün, canlı müzik zətdə var. Bu da köhnə temadır. Buna da reaksiya vermişik amma. 10 dənə video seçmişəm. Başlıqda demək yaddan çıxdı 10 dənə video seçmişəm. Bu arada videonun burasına qədər baxıbsınızsa, bir dənə like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bu arada post bölməsində paylaşım etmişəm ki, etiraflarınızı yazın. Yəni etiraflarınızı yazın da mən reaksiya verəcəm. Qaz vermə. Yavaş, gaz vermə, gaz vermə, gaz vermə. Gaz vermə, gaz vermə. Qaz verirdi. Yetim neynəsin o? Maşın özü gedirdi. Qaz versə də sürüşüb getdi, açdı. Vəsə qurtardı məhəbbət. Yorum sahibi yazıb ki, qarın üstü. Bunu mən nağılını yükləmişəm. Bunu 2-3 dəfə bəlkə də reaksiya vermişik. Hardasa bir ilin temasıdır bu. Üstündə dala salto vura bilərsən. O bizim işimizdə, qardaşım. Qarın üstündə dala salto vuracaq indi. Baxaq bir dənə. Təksəmə. Evet, çubuq qaldı. Çubuğun üstünə olacaq. Öyle yaxşı ki ağacı gördük valla. Qarın içində mən qabağa salto vururdum. Əllərim üstədə belə. Orta məktəbdə. Deyilənə görə boynunun ağrısından hələ də əziyyət çəkir. Toyuq dönəri yoxsa ət dönəri? Kotlet çörək. Kotlet çörək, qısaca. Neçə yaşın var sənin? Mən 19 O bu lap köhnə temadır. Yardası 2019 falan olar, bəlkə də. yaşım var. Mənim 19 yaşım var, sonra başladı gülməyə. Biraz mənasız oldu amma. Bəlkə də psixoloji problemləri falan var. 10 dənə videomuz bitdi. Video çox qısa oldu. Belə olmağını istəmirdim. Yəni də video atmayan günü, yəni bir gün video atmasam əgər, onun səhəri günü 8 dəqiqədən yuxarı video paylaşacağam.
Eğer her gün video atıramsa biraz qısa olacaq videolarımız. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm əgər video xoşunuza gəldisə, qarışırdı mı? Ümid edirəm video xoşunuza gəldi. Eğer bu video xoşunuza gəldisə, buraya qədər baxmısınızsa sizə təşəkkür edirəm. Yəni də like atın, like, bəyənmə. Videonun altında bəyənmə işarəsi var. Bir dənə ondan vurursunuz, bir baxaq nə qədər bəyənmə gəlir. Nəysə. Sağ olun. Sevilirsiniz.